Əsərimi yazıram layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, prezident təqaüdçüsü, yazıcı Nigar Səttarzadə. Bu layihəni yaratmaqda məqsədiniz nədir? Salam hər kəsə. Bu layihəni yaratmaqda məqsədim xüsusilə gənc yazıçılara dəstək olmaqdır. Ən birinci məni narahat edən problemlərdən biri odur ki, Azərbaycanda gənc yazıçılar əsər yaza bilməz kimi bir fobiya var, bir qorxu var oxucularda və mən düşünürəm ki, bunu biz layihə üzvləri olaraq sındıra biləcəyik. Ona görə də bu layihədə iştirak edən kitabların çox uğurlu alınacağına əminəm. Bu sualım iştirakçılarıdır. Əsərimi yazıram layihəsi yaradıcılıq həyatınızda nələri dəyişdirdi? Əvvəla çox sağ olun. Gənc yazaram, 2 kitab müəllifiyəm. Əlvida deməyə tələsmə və əslində mən kiməm kitabı. Əsərimi yazıram layihəsi mənim yaradıcılıq yolumu aydınlatdı deyə bilərəm. Burada Nigar xanım bizə çox dəstək oldu. Bəzən hardan başlamaq lazım olduğunu, fikrimizi necə tamamlamağı bizə öyrətdi və bunun sayəsində demək olar ki, kitabımı uğurlu tamamladım. Böyük məmnuniyyətlə. Hər kəsə salam, mən Mehriban Məmmədova. İlk öncə əsərimi yazıram layihəsində iştirak etmək mənim üçün başlıca bir uğurdur. Mən çoxdan da bu kitabı yazmaq istəyirdim, ancaq addım ata bilmirdim. Və bir gün Nigar xanımla tanış oldum. Nigar xanımla mesaj yazdım, tərəddüd etmədən və çox şükürlər olsun ki, bugün mən buradayam və bu layihə mənim həyatımda çox şeyləri dəyişdirdi. Nigar xanım, niyə Bir ömrün masalı? Əvvəlcə bu əsərin adı Bir ömrün masalı yox, Dikenlər arasında aşk idi. Onu bir çox Wattpad oxucuları Dikenlər arasında aşk olaraq tanıyırdı. Lakin sonradan bir var əsərin adı, bir də var əsər tamamlandıqdan sonra yaratdığımız ad. Bu çox zaman ikinci adlar hər zaman seçilən olur. Kitab adı olaraq çapa elə gedir. Və düşünürəm ki, bu ad kitabın tamamını, bütününü izah edir. Çünki bizə verilən həyat hər zaman xoşbəxt sonluqla bitmir və yaxud da mütəmadi olaraq nağıl kimi bir həyat yaşamırıq. Ancaq burada oxucular həm nağıl kimi bir eşqə şahidlik edəcək, həm də daha fərqli duyğuları ifadə edəcək, yaşayacaq. Bahar xanım, niyə əslində mən kiməm? Mənim kitabımın qəhrəmanları, belə deyə, obrazları hər biri kimlik axtarışında olurlar. Daim keçmişdə qalıb sorğuluyurlar özləri. Məhz buna görə mən də əslində mən kiməm deyə kitabın adını qoydum. Hər birinin öz kimliyinə, özlərinə verdiyi sualların cavabı olaraq, belə deyə. Mehriban xanım, niyə səsimi kim eşidər? Səsimi kim eşidər? Bu cümlə çox dərin mənalı cümlədir və hal-hazırda bizim cəmiyyətdə çox təəssüflər olsun ki, səsini içində boğan, öz səsi ilə mübarizə aparan çox qadınlarımız var. Buna görə mənim kitabımın adı Səsimi kim eşidər və inanıram ki, mənim kitabımın səsi bir çox səsini öz qəlbində gizlədən bütün qadınlara səs olacaq. Əsərlərinizi neçə müddətdə qələmə almısınız? Hər biriniz məncə bu suala cavab verə bilərsiniz. Bir ömrün masalı bildiyiniz kimi 2 seriyalı kitab olduğu üçün əsərlərimi toplamda 6 ilə başa gəlib mənə. Bunu da belə izah edeyim ki, 5 il müddətində əsəri 2-3 dəfə yenidən başlamışam. Çünki mən biraz mükəmməliyyətçi bir insanam. Ona görə istəyirəm ki, ən yaxşı şəkildə sizlərə təqdim olunsun. Və əsas mesajımız uzun müddət mənim fərdi olaraq işləməyim idi. Hər zaman deyirəm, redaktor olmalıdır. Redaktorla işləməyin faydaları çoxdur. Mən redaktorla işləyəndə mənim redaktorum Türkiyədədir və həmin xanımın sayəsində mən kitabımı cəmi 3 aya tamamladım. İkinci hissəni. Bir ömrün masalının birinci hissəsindən 5 ilə başa gəlib, amma ikinci hissəsi 3 ayda yazılıb. Bunda da yenə görürük ki, əsərimi yazıram layihəsi kimi layihələrin və redaktorlarla işləməyin, əməkdaşlıq eləməyin faydaları nə qədərdir? Səsimi kim eşidər əsəri 2013-cü ildən qələmə alınıb və mənim əsərim biraz fərqli formatda olduğu üçün 2025-ə qədər davam edir və mən düşünürəm ki, bu əsər elə 2025-ci ildə çıxmalı idi. Məncə də əsl zamanıdır. Məndə qızlardan fərqli olaraq daha tez müddətdə ərsəyə gəlib, bəli, keçən ilin layihə başlayanda ilə. Demək olar, layihə başlamışdan 2-3 gün öncədən mən artıq başlamışdım və daha sonra isə layihə ilə bitəndə əsərimdə bitirdim. Demək olar ki, sizin əsəriniz layihə ilə başlayıb, layihə ilə bitir. Bəli, 1 il müddətində. Mehriban xanımın əsəri artıq çoxdandan yazılmış olub, layihədə sizi birləşdirib, belə deyək. Bəli, bəli. Nigar xanımın da əsəri birinci dəfə çıxarılıb, düzdür? Bəli. Artıq ikinci satışdır.
Əvvəl İkinci Türkiyədə çap olunub. Artıq onun ikinci hissəsi Türkiyədə çap olunmadığı üçün ikinci hissəsində də birinci hissəsində Bakıda çap eləməyə qərar verdik. Təbii ki, tələb çox olduğu üçün bu qərarı verdik. Oxucular tərəfindən çox istək olduğuna görə düşündüm ki, Azərbaycanda bu kitab əlçatan olsun. Bəs yaxşı, bu qədər əsərlər yazmısınız və hal-hazırda yazdığınız əsərlərdə kitabın qəhrəmanı sizi əks etdirirmi? Və ya bu kitabda olmasa da, bugünə qədər yazdığınız kitabınız Mehriban xanım da ilkdir. Əslində bu suala gəlib çıxacağam. Amma Bahar xanım da və Nigar xanım da sizi əks etdirirmi qəhrəmanlar? Baş qəhrəman və ya köməkçi qəhrəmanlar? İlk bir ömrüm masalında mənə aid olan heç bir qəhrəman yoxdur. Lakin burada da real daimi gördüyüm, müşahidə etdiyim qədər real qəhrəmanlar var. Ancaq bir ömrüm masalından əlavə olaraq mənim Axadılmış Qanın İzi ilə adlı kitabım da var ki, hazırda o kitabda tamamilə real qəhrəmanlardır. Belə deyim də, şəhid ailələridir. Şəhid ailələrinin çəkdiyi əzab əziyyətlərdən yazmaq, işıqlandırmaq istəmişəm o ailələri. 90-cı illərdə yaşanan bütün hadisələrin bütün qəhrəmanları realdır. O da cəmi bir qəhrəmandan başqa hamısı realdır. Və düşünürəm ki, real hekayəni yazmaq çox məsuliyyətli və ağır işdir. Lakin sevilən bir kitab olduğu üçün bunu rahatlıqla deyə bilərəm. 3-cü nəşrdəyik artıq və Azərbaycan kimi bir ölkə üçün 3-cü nəşrdə olmaq çətin bir prosesdir. Amma sözümüzü demişik. Ona görə də Səhv etmirəm, rus və özümü dilində də kitab çap olunacaq. Kitab bəli, Axadılmış Qanın İzi ilə inşallah rus dilində və ingilis dilində də çapa hazırlanır. Çünki 20 yanvar hadisəsi qanlı yaddaşımızdır. Bu mütləq şəkildə daha çox tanınmağa, daha çox bilinməyə layiq kitabdır. Yazdığınız əsərdə özünü əks etdirirmi? Əlvida deməyə tələsmə kitabında xeyr, özümü əks etdirmir. Orada bir gənc qızın başına gələn hadisələri qələmə almışam. Amma ikinci kitabım əslində Mən Kiməm adlı kitabımda isə bəli, hər bir orada qadın obrazında az da olsa özüm varam, amma ən çox Humay obrazı var ki, mən o obrazda, yəni özümü görürəm. Çünki demək olar ki, o obrazı yazanda mən kənardan özümü görməyi bacarmışam. Mənim hekayəm isə xanımlardan biraz daha fərqlidir. Çünki səsimi kim eşidər elə mənim öz həyatımdan bəhs olunur. Oradakı Nərgiz personajım mənəm və mən öz həyatımı belə deyim ki, sizlər üçün yazdım və təqdim edirəm ki, başımıza gələn bir çox hadisələrdə biz qadınlar çox səssiz qalırıq. Bu erkən yaşda nigah olur, bu ailə ilə mübarizə olur, bu özümüzlə mübarizə olur. Bunların hər birini incə-incə qələmə alıb, incə-incə toxunmuşam ki, bu mövzulara. Azərbaycanda, istər ümumi dünyada bütün qadınlar öz gücünü görsün. Və bu kitab sadəcə qadınların öz gücünü görmək üçün deyil. Valideynlərimiz də, böyüklərimiz də bilsin ki, səhv bir addım ataraq övladlarının həyatlarını məhv edə bilirlər. Və səhvlərinin fərqində olsalar da oradan geri qayıtmaqdan çox qorxurlar. Çünki mentalitet artıq onların qarşısında bir dağ kimi dayanır. Və onlar öz övladlarını deyil də mentaliteti seçirlər. Və ümid edirəm ki, mənim bu kitabım az da olsa bir çox insanların düşüncələrini dəyişir. Və gənc qızlarımıza, gənc oğlanlarımıza çox böyük bir dəstəyi, çox böyük bir xeyri dəyər. Əsasən də valideynlərimizin düşüncələri dəyişə bilər. Mən buna çox böyük ümid edirəm. Çox sağ olun, çox sağ olun. Çox təşəkkür edirəm. Sevgi romanından psixoloji romana keçid etmək çətin olmadı ki? Əslində biraz məsuliyyətli və çətin oldu. Çünki dediyim kimi ilk romanım real həyatda baş verənlər idi və onu yazmaq biraz daha asan idi. Nəinki psixoloji roman. Psixoloq deyiləm və bu tərzdə yazmaq biraz mənim üçün daha çətin oldu. Bəli, araşdırmalıydım, daha dəqiq, detallı insanlara məlumatlar ötürməli idim. Bu yöndən də özümü kəşf etmiş oldum. Nigar xanım, əsərlərinizi niyə türk dilində qələmə alırsınız? Bunun xüsusi bir səbəbi varmı? Türk dilində mənim əsər yazmağım və yaxud da Azərbaycan dilində yazmağım mənim üçün heç bir problem deyil və düşünürəm ki, oxucular üçün də problem olmamalıdır. Çünki hansı keyfiyyətdə yazıldığı önəmlidir. Gəlin belə danışaq. Azərbaycan dilində çox saylı kitablar var ki, qrammatik səhvlərə yol verilir. Xüsusilə korrektor redaktör prosesində gənc yazıçılar belə deyək, biraz məsafə qoyurlar, istəyirlər öz yazdıqları kimi qalsın əsərlər və bu səbəbdən də qrammatik çox səhvlərlə, məntiq səhvləri ilə əsərləri satışa verirlər.
Ancaq mən əsərlərimdə hər birində istər Azərbaycan dilində, istər türk dilində qrammatik qaydalara çox əhəmiyyət verirəm. Və düşünürəm ki, sadəcə qrammatik qaydalarla deyil. Gəlin belə danışaq. Azərbaycan dilində kitabda türkcə sözlər görəndə necə qıcıq oluruqsa, eyni şəkildə türk dilində olan kitabda Azərbaycan dilində sözləri görmək yol verilməzdi. Bu mənim şəxsən bir oxucu kimi də, yazıcı kimi də əsəblərimə toxunur. Düşünürəm ki, hansı dildə yazmaq deyil. Gəlin ən yaxşı bildiyimiz əsəri ən yaxşı bildiyimiz dildə yazaq. Düşünürəm ki, cavab sual üçün yetərlidir. Mehriban xanım, hekayə yaratmaq və ya həyatından yazmaq hansı daha çətindir? Bu suala belə cavab verə bilərəm ki, hekayə yaratmaq çox çətindir əslində. Bir personaj yaradırsan və o personaj necə gedəcək, necə olacaq, prosesi bilmirsən və bir müddət bunun xaosunu yaşayırsan. Amma hekayə əgər öz hekayəndirsə, xronoloji ardıcıllığı çox yaxşı bilirsən, gedişat çox yaxşı olur, çox rahat olur. Mən sözün əsl mənasında çox çətin bir həyat yaşamışam və bu mübarizə 10 il davam edibdi. Çünki mən 16 yaşında uşaq gəlin deyə biləcəyimiz bir yaşda gəlin olmuşam. Və çox təəssüflər olsun ki, çox təəssüflər olsun ki, hər qızın xəyal qurduğu o gəlinlik mənim əslində elə ölməmiş geydiyim bir kəfən idi. Və bu prosesi mən hər zaman yazmaq istəmişəm. Dediyim kimi 2013-cü ildən qələmi əlimə alıb yazanda mən özümə söz verdim ki, Mehriban, sən çox güclüsən və bu kitab zamanı çatanda bütün oxuyuculara təqdim olunmalıdır. Azərbaycanda belə bir kitab olmalıdır və valideynlər, istər qaynanalar, istər qaynatalar, istər həyat yoldaşları özləri ilə üzləşməlidir. Bu kitabda ən çox nərgizlər, yəni özləri ilə üzləşəcək və görəcəklər ki, əslində biz qadınlar nə qədər güclüyük. Sadəcə olaraq biz bu gücümüzü göstərə bilmirik. Çünki qorxuruq. Həm qorxuruq, həm də müəyyən qədər tək qalırıq. Bizim arxamızda duran insanlar olmur, bizə təkan verən insanlar olmur və biz varlığın içində yavaş-yavaş yox oluruq, batıb gedirik. Yəni nəfəs almaq sadəcə yaşamaq demək deyil. Mən bunu 10 il ərzində gördüm. Bu layihəni isə dediyim kimi mən uşaqlıqdan yazarlığa, yaradıcılığa çox meylim var. 2013-də qələmə aldığım bu kitab 2025-də təqdim olunanda mənim 16 yaşında yaşadıqlarımı 32 yaşımda qələmə alanda gördüm ki, mənim həyatımdan o qədər şeylər oğurlanıb, o qədər şeylər gedib ki, prosesin içində olanda insan ağrısın, acısını bilmir, başa düşmür. Onun nə yaşadığı, çünki yükə öyrənir. Çiynivə yük qoyulub və sən artıq o yüklə bütünləşmirsən, öyrəşmirsən. Yükü çiynindən yerə qoyub və onu qələmə alıb daha dərrakəli və daha düşüncəli şəkildə yazanda insan çox şeylərlə üzləşir. Məsələn, mən O əsərləri yenidən yaşayır. Bəli, çox yenidən yaşayırsan. Bu prosesdə Bahar, Nigar mənə çox dəstək oldular. Çünki layihədə iştirak eləmək o qədər yaxşıdır ki, sən davamlı sual verə bilirsən, davamlı əsəri qarşı tərəfə göndərib ondan rəy ala bilirsən və Nigar çox sağ olsun ki, hər zaman 7-24 bizim yanımızdaydı. Bu prosesdə mənə çox dəstək oldular. Buna görə də personaj yaratmağın öz çətinliyi var, amma öz həyatımızı yazmağın çox ağır yükləri var, çox ağır. Bəzən deyirlər ki, kitab yazdın və sən rahatladın. Bütün ürəyində olanları kitaba tökdün, amma elə deyil. Kitabı yazırsınız və çiyninizdən yerə qoyduğunuz yükü təkrar çiyninizə alırsınız və başlayırsınız özünüzlə mübarizə aparmağa. Əslində mən düşünürəm ki, sən hekayəni yazanda da mən deyirdim ki, mütləq şəkildə psixoloji dəstək də lazımdır. Çünki elə bir yükdən həqiqətən söhbət gedir ki, insan düşünür ki, mən olsam bunu yaşasam mən nə düşünərdim? Mehriban xanım özü ilə yenidən üzləşir bu prosesdə. Yəni çox çətin olur. Bir nüans deyim mən. Mənim qızım dünyasını dəyişib və mən o dünyasını dəyişəndə yasını bu qədər tutmamışdım. Amma layihədə kitab yazanda mən konkret şəkildə o yası tutdum. Əslində mən sizə deyim ki, bizim layihənin uğurlu olmasının ən birinci səbəblərindən biri odur ki, biz davamiyyətimizi qoruya bildik. Hər birimiz çətin vəziyyətlərdən keçirdik, lakin bu çətinliklərin içində hər birinizin həyatı dəyişməsinə baxmayaraq, bu əsərə belə deyək, sahib çıxdınız və layihəni davam etdirdiniz. Ona görə də təşəkkür edirəm hər birinizə.
Biz sənə təşəkkür edirik. Nigar. Mənim Çox özümdə sağ ol. də şahid oldunuz ki, həyatımın elə bir dönəmində kitabın sonları gəldi ki, yəni heç cür tamamlaya bilmirdim. Hətta layihədən geri çəkilmək belə istəyirdim. Mən yenidən güc topladım və çox çətin olsa da, yəni mən o sonluğu gətirə bildim. Burada sizlərin aranızda. Əslində çox qəribə bir bağ var idi aramızda. Mən öz həyatımdan yazıb çətinlik çəkirdim, amma Baharın başqa bir çətin vəziyyətdə idi. Nə Bahar layihəni yerə qoyub getmirdi, çünki bizə görə mən Bahar və Nigara görə nə qədər əziyyət çəksəm də geri çəkilmirdim və bu bağ məncə bu gün bizim hər birimizi o qədər möhtəşəm şəkildə birləşdirdi və bütünləşdirdi ki, bəlkə də ayrı-ayrılıqda olsaydıq, mən həmin müddət əsəri yazmazdım. Eləcə Bahar də mən həmin müddət sadəcə tamamlaya olaraq bilməzdim. dəftərini bağlayıb öz dərdi ilə məşğul olacaqdı. Yaxşı ki, biz həqiqətən bir aradayıq və yaxşı ki, Nigar Səttarzadə var və bizi həqiqətən də Bu layihə bu layihə ilə mükafatlandırıb belə deyim. Həqiqətən mükafat. bir ailə kimi olduq Əlbəttə doğrudan ki. da. Yəni bizdən sonrakı gələnlər də məncə mütləq ki, bu layihəyə qoşulsunlar. O zaman qoşulduqdan sonra bizim nə demək istədiyimizi, hansı hissləri keçirdiyimizi tam yaxşı başa düşəcəyik. Bahar xanım demiş, mən elə o sual vermək istirdim ki, bu layihə davam edəcəkmi? Əslində bu layihəni dediyim kimi bayaqları əvvəldə başda dedim ki, bu layihəni davam etdirməkdə, yaratmaqda məqsədim o idi ki, oxucuların Azərbaycan gənc yazıçıları yaza bilmir stereotipini qırmaqdır və ona görə də mütləq şəkildə düşünürəm hələ də çox yazıçıları var ki, yazmaq istəyir, yaratmaq istəyir və haradan başlayacağını bilmirlər. Mən də haradan başlayacağını bilməyən yazıçılara mütəmadi olaraq dəstək olduğum üçün düşünürəm ki, bu layihədə davamiyyətini qoruya bilən bütün gənc yazıçılar iştirak edə bilərlər. Ancaq ki, təbii ki, müəyyən şərtlərimiz var. Sizlə olduğu kimi digər qrupla da əminəm ki, artıq müraciətlər olur mənə. Ancaq gözləyirəm. Təqdimatımız olsun, ondan sonra layihəni açıq elan edək. Layihə çox necə deyim, deyib güləcəyiniz, vaxtınızı keçirdə biləcəyiniz bir proses, bir yer deyil. Yezdikdə, gülürdükdə, zarafat deyirdik. Ciddi rejim var idi. Biz bir müddət sonra artıq layihə rəhbəri və layihə iştirakçıları kimi deyil, bir ailə kimi mühit yaratmışdıq, olmuşduq. Bu mühitdə isə bilirsiniz də bəzən dalaşmalar olur, bəzən bir-birini başa düşməmələr olur, anlaşılmazlıq olur. Əlbəttə ki, fikir mübadiləsi mütləq olmalıdır. Bahardır, Nigardır. Bəzən aramızda necə deyim, konfliktlər, böyük dalaşmalar olmayıb təbii ki, amma müəyyən yeri var ki, insanlar orada yorulur, psixoloji problemləri olur, sarsıntı olur. Çünki bir yola çıxmısan və 3 fərqli insan, 3 fərqli xarakter, burada uyğunlaşmaq lazımdır. Əgər ki, inşallah yeni layihənizdə Nigar kimi bir rəhbəriniz var, təbii ki, onun qədri bilin. Hər hansı bir problem olarsa, hər hansı bir şey olarsa, incinib, küsüb, geri çəkilməkdən isə siz əl-ələ verin, birləşin və davam edin. Çünki biz həqiqətən də 3 bacıyıq artıq mənə görə. Əlbəttə əsərimi yazılan bir layihədən kənar bir ailə mühiti olub, eyni Mehribanın dediyi kimi. Düşünürəm ki, bunda sizin mehribançılığınız qədər sizin açıqlığınız, səmimiyyətiniz də önəmlidir. Əslində mən onu demək istirdim. Layihənin əslində yaxından tanıyan biri olaraq demək istəyirəm ki, bu layihə bir neçə nəfərlə başladı, amma siz möhkəm dayandığınız üçün əsasən sizinlə davam etdi. Yəni məncə Bəli, 5 nəfər olaraq başlamışdıq yazacağımıza, layihəmizə. Ancaq düşünürəm, onları da anlayışla qarşılayıram. Lakin ümumilikdə mən sizə təbrik edirəm. Çünki həqiqətən də bu layihəni ayaq üstə çiynəndə mənim qədər siz də daşımısınız. Hər birinizə bu yaradıcılıq həyatınızda uğurlar arzu edirəm. Layihə rəhbərindən çox şey asılıdır. Çünki biz bu layihəyə üzv olmamışdan qabaq sizinlə tanış olanda Nigar xanımla tanışlığım təsadüf şəkildə oldu. Öz yarışmasında birinci yerə çıxdım. Ondan sonra tanışlığımız oldu. Mən dedim ki, belə bir istəyim var, yazmağı sevirəm uşaqlıqda və mənə o qədər dəstək oldu, o qədər mənə inam yaratdı ki, mən sanki illərin yazarı kimi özümü hiss etdim və yazdığımla da tanış olandan sonra ilk kitabım elə belə ərsəyə gəldi. Ondan sonra heç düşünmürdüm ikinci kitabımı yazaram, başlayaram və yenə də bu Nigar xanımın sayəsində oldu. Çünki Nigar xanımın bizə olan o inamı, etimadı o qədər bizi ruhlandırdı. Ona görə deyirəm ki, bu layihənin də uğurlu olma səbəbi məhz sizə görədir Nigar xanım. Çünki siz bu inamı bizə verməsəydiniz,
edirsiniz. Əzmkarlıq bizdə yaranmazdı. Məhz ona görə biz bir daha sizə təşəkkür edirik ki, bu layihəni Mən təşəkkür yaratmısınız. Bir də bir söz demək istəyirəm. Məsələn, mən özüm başlamışam kitab yazmaq istəyirəm və müəyyən bir müddətdə özümlə mübarizə aparıram, amma ki, hardan başlayacağam, necə edəcəm, kim olacaq mənim yanımda bilmirəm. Çox təsadüfidir ki, sadəcə gecə sosial şəbəkədə Nigar xanımın başqa bir yazıçıya rəyini gördüm və səhifəsinə daxil oldum, baxdım, izlədim səhifəsini, Nigar xanıma yazdım. Sadəcə 5 dəqiqə keçməmişdi, Nigar xanım mənə cavab verdi. Biz artıq görüş təyin etdik, görüşdük. Biz Nigarla görüşdük və bizim o görüşümüz saatlar çəkdi. Kitab dəftər formasında apardım. Nigar baxdı, səhvimi düzümü dedi, müəyyən qədər təsirləndi və mənə dediyi bir söz var idi. Mehriban, bu bir ilk olacaq Azərbaycanda. Və mən düşünürəm ki, sənin kitabın çox gözəl yerlərə gələcək. Adi bu sözü demək belə, inanın ki, bir çoxlar üçün çox-çox çətindir. Heç bir halda geri çəkilmədi və hər zaman bizim yanımızdaydı. Öz sadəliyi ilə, öz təvazökarlığı ilə. Buna görə isə mən xüsusi təşəkkür edirəm Nigara. Yəni Nigarın xarakterinə, sadəliyinə və hər zaman yanındakı insanın irəli getməyinə o qədər təkan verir ki, bunun özü çox böyük bir uğurdur məncə. Yəni hər insan bu qədər sadə olub, birinin qalxmasına təkan olması, qalxarkən görüb sevinməsi indiki zamanda bu çox nadir görünən bir şeydir ki, yəni hər kəs buna sevinmir. Bəzən olur ki, məsələn sizin yanınızda bizi tərifləyəndə siz əksinə daha da qürurlanmısınız. Mənim dəstəyimlə gəlib bu yerə çıxım. Amma bəzi insanlar var ki, mən görmüşəm, hətta öz şagirdini belə qısqanan müəllimlər görmüşəm, amma siz elə deyilsiniz. Əlbəttə ki, var elə insanlar. Çox təşəkkür edirəm mənə sərf etdiyiniz gözəl sözlər üçün. Sadəcə mən bir şey də qeyd etmək istəyirəm. Mənim hər zaman deyirlər ki, sizin də dediyiniz kimi çox sadəsən, çox ürəyi açıqsan. Mən sadəyəm, ürəyi açıqam. Mən bunu inkar etmirəm. Ancaq belə bir şey var. Mən insanın hər zaman bir həyatda məqsədi olmalıdır və bu məqsəddə belə bir sual yaranır ki, mən bu dünyaya niyə gəlmişəm? Hər zaman bu sual üzərində çox düşünürdüm və sonda mən qərarımı verdim ki, mən insanların sevindiyi anda, insanların uğur qazandığı anda, insanların xoşbəxt olduğu anda xoşbəxt oluram və özümü faydalı hiss etdiyim anda belə deyim, sevinirəm, ürəyim rahat olur, özümü yaşamağımın bir mənası olduğuna inandırıram. Ona görə hər zaman dəstək olaram, dəstək olmağa davam edəcəm. Sizlərin də əsərimi yazıram layihəsindən kənarda da yenə də qürurlanacağam, uğurlarınızla əminəm ki, çox möhtəşəm işlər görəcəksiniz. Yeni layihələrdə də ümid edirəm ki, yenidən görüşəcəyik. Bir də mən kitabımla bağlı bir fikir bildirmək istəyirəm ki, Mehriban xanım orada vurğuladı ki, öz əsərində xanımlara dəstək məqsədli, təhsili yarımçıq qalan, erkən nikahla bağlı. Mənim kitabımda da biraz bu mövzulara toxunmuşam. Bəzi insanlar var ki, bəzi bəylər var ki, onlar da özünü ifadə etməkdə çətinlik çəkirlər. Uşaqlıqda aldığı travmalardan sonra elə bir səhvlər edirlər ki, məhz o uğursuzluqların nəticəsində də bədbəxt ailə yaranır. Məhz mən bu mentalitetə də toxunmuşam, o mövzulara da toxunmuşam. Bildirmək istəyirəm ki, keçmişlə yaşamayın, keçmişdə qalmayın, səhvlərinizdən nəticə çıxarıb peşmançılığınızı ortaya qoyasınız və bildirəsiniz ki, dəyişilmisiniz. Bu kitabı oxuyandan sonra hər kəs sonda əslində mən kiməm sualının cavabını tapacaq. Və mən düşünürəm ki, Bahar bu kitabı yazmağa başlayanda da əslində özünün kim olduğunu da tapmağa çalışır. Bəli. Çünki bəzən biz elə bilir ki, biz kitabı yönləndiririk. Elə bir şey yoxdur. Kitab özü yönləndirir. Həmişə deyirəm. Mütləq. Kitab öz yerini tapır. Bir yerdə bir sözü eşitmişdim, Mehribanın sözünə qüvvət. Bəzən deyir ki, ya biz öz həyatımızı yazırıq və yaxud da yazdıqlarımız daha sonra bizim həyatımıza çevrilir. Bəli, məndə həqiqətən də elə oldu. Mən öz həyatımı yazmamışam. Müxtəlif insanların həyatını yazmışam, amma son olaraq mən əsəri oxuyanda görürəm ki, mənim öz həyatımda da orada parçalar var. Özüm də öz kimliyimi, əslində kim olduğumu məhz bu əsərdən sonra mən fərqində olmuşam. Təşəkkür edirəm xanımlar hər birinizə. Ümid edirəm ki, hər zaman gözəl işlərdən, gözəl layihələrlə birlikdə olacağıq. Bugün və bundan sonraki yolumuz hər zaman açıq olsun. Amin. Çox sağ olun. Biz də təşəkkür edirik. Minnətdarım. Sağ ol.